Əgər sən və yaxınların şəkərli diabet xəstəliyindən və insülin direncindən əziyyət çəkirsə, bu videonu sona qədər izləyin. Təkcə həyat tərzini yaxşılaşdırıb idman etmək buna kifayət etmir. Ən gözəl addımlardan biri bədəninə uyğun qida ritmini, bioloji saatları təyin etməkdir. Məsələn, yüksək lifli və az indeksli glisemik qidalar insülinin bədəndə daha aktiv işləməsinə kömək edir. Yulaf, kətan toxumu, chia və avokado kimi qidalar həm toxluq hissini uzadır, həm də qan şəkərini sabitləyir. Həm də qidalanma arasında 3-4 saatlıq aralıq saxlamaq insülinə həssaslığı artırır. Gündə cəmi 20 dəqiqə gün işığı almaq və keyfiyyətli yuxu da hormon balansı üçün çox vacibdir. Çünki melatonin və insülin bir-birlə çox bağlı çalışır. Yalnız qidalanma deyil, bütün həyat tərzini dəyişmək lazımdır. Əgər daha çox belə videolar istəyirsənsə, izləməyi unutma.